اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Bəhsimiz buradadır. Görəsən, Həzrəti Məhdi əleyhissalamı görmək və onunla görüşmək bizim dövrümüzdə mümkündürmü? Əgər mümkündürsə, bunun dəlili varmı və kimlərə nəsib olur? Bu sualların cavabı deyəcəyimiz 3 məsələnin doğru başa düşülməsindən asılıdır. Əgər həmin 3 məsələ düzgün başa düşülərsə, o zaman Həzrəti İmam Məhdini görməyin mümkünlüyü qəbul edilər. Əks halda onlardan biri yanlış başa düşülsə, İmam Məhdi əleyhissalamı görməyin imkanı qəbul olunmaz. Deyərlər ki, görmək mümkün deyil. Həmin 3 məsələ hansılardır? Birincisi, İmam Məhdi əleyhissalamın qeybini düzgün başa düşmək lazımdır. Qeyb deyiləndə yəni nə? Qeyb itmə, gizlilik. Gizlilik deyərkən, görəsən Həzrəti İmam Məhdi əleyhissalamın cisminin gizli olmasından söhbət gedir, yoxsa kimliyinin? Bu bir. İkinci, Həzrəti İmam Məhdi əleyhissalamın böyük qeybət dövründə görünməsini mümkün bilməyən, görünmə imkanını inkar edən hədisləri düzgün izah etmək lazımdır. Üçüncü də rəvayətlərə əsaslanaraq İmam Məhdi Əccelallahu Fərəcahu Şəriflə görüşün mümkün olduğunu isbat etmək lazımdır. Bax, bu 3 məsələ doğru düzgün başa düşülsə, o zaman deyərik ki, Həzrəti Muntəzəri görmək və onunla görüşmək böyük qeybət dövründə, ki bizim dövrümüzdə mümkündür. Başlayaq birincidən. İmam Məhdi əleyhissalamın qeybi deyiləndə nə başa düşülür? Alimlərimiz buyurur ki, qeybdən məqsəd Həzrətin kimliyinin gizli olmasıdır. Nəinki onun cisminin, özünün yox olması. Xeyr, cismi var, insanlar arasındadır, insanların arasında gəzir, dolaşır. Cisim ortadadır. Yalnız gizli olan Həzrətin kimliyidir. O insanları görür, insanları tanıyır, insanlar da onu görürlər, amma tanımırlar. Üstəlik, ümumi rəvayətlərə də nəzər salanda görürük ki, rəvayətlər bu izahı dəstəkləyirlər. Bu baxışı dəstəkləyirlər ki, bəli, Həzrəti Məhdi əleyhissalam insanlar arasındadır, cismi insanların arasındadır, sadəcə insanlar onu görürlər, amma tanımırlar. Bu barədə bir sıra hədisləri inşallah deyəcəyik. İlk öncə bu baxışdan da başqa bir fərqli baxışa toxunaq. Bu izahın müqabilində başqa bir izah da var. O da bundan ibarətdir ki, böyük qeybət dövründə İmam Məhdi əleyhissalamı görmək o qədər də asan deyil. Onu görmə imkanı yoxdur. Bu yanaşmanı Şeyx Əhməd İhsai irəli sürüb. 1753-cü ildə dünyaya gəlib, həmin alim 1826-cı ildə dünyasını dəyişibdir. Yəni çox da uzaq deyil. Şeyx Əhməd İhsaiyə görə
böyük qeybət dövründə Həzrəti Muntəzəri görmək imkanı yoxdur. Görə bilmərik. Onun fikrincə imamın qeybəti deyiləndə ki, gizliliyi, kimliyinin gizliliyindən söhbət getmir. Öyle cisminin gizliliyindən söhbət gedir. Onun cismi özü ortada yoxdur. Özü ortada olmayandan sonra insanlar onu necə görə bilərlər? Onun fikrincə imam qeybət başlayanda bu dünyadan başqa bir aləmə keçibdi. Orada o sanki artıq bu dünyaya aid olmayan başqa bir varlıq kimidir. Necə ki, mələk və cin kimi başqa aləmdən danışırıq, varlıqlardan, eynən Həzrəti Muntəzər əleyhissalam da bu cürdədir. Ona görə onu görmək qeyri-mümkündür. Və Şeyx Əhməd İhsainin bu baxışını zahirən bəzi hədislərə baxanda görürük ki, o hədislər sanki onun fikrini dəstəkləyir. Zahirən. Məsələn, Şeyx Kuleyninin Kafi kitabında İmam Rıza əleyhissalamdan belə bir hədis nəql olunur. Həzrəti İmam Rıza buyurur ki, La yura cismuhu və la yusamma ismuhu. Onun, yəni imamın cismi görünməz və adı çəkilməz. Bu hədisin zahirinə baxanda sanki görürük ki, elə Şeyx Əhməd İhsanın fikrini təsdiqləyir, dəstəkləyir. O da demişdi ki, onun cismi görünmür də qeybət dövründə. İmam Rıza da buyurur ki, La yura cismuhu. Onun cismi görünməz. Lakin belə cavab verərik ki, xeyr. Elə İmam Rıza əleyhissalamın da hədisində ki, deyilir cismi görünməz. Burada da cisminin görünməməyindən məqsəd Həzrətin kimliyinin gizli olmasıdır. Nəinki onun tam görünməz olması. Tam görünməzlikdən söhbət getmir. Və bu cavabı təsdiqləyən iki əsas səbəb var. Birincisi elə hədisin özündədir. Diqqət edirsinizsə, hədis iki hissədən ibarətdir. Onun cismi görünməz, bu birinci hissə, və la yusammə ismuhu və onun adı çəkilməz. Bu da iki. İkinci hissə əlamətdir, işarədir ki, birincidə ki, cisminin görünməməyindən söhbət gedir, tam görünməzlik mənasında deyil. Bəlkə kimliyinin gizli olmasındadır. Niyə? Əgər cisminin görünməməyindən məqsəd tam görünməzlik olsaydı, o zaman nə mənası var idi? İmam Rıza əleyhissalam buyurur ki, onun adı çəkilməz. Cism ortada yoxdursa, adının çəkilib çəkilməməyinin nə mənası var? Axı bu ifadə mənasız olardı. Əgər adı çəkilməz ifadəsini İmam Rıza artırırsa, bu bir əlamətdir və işarədir ki, cisminin görünməməyindən məqsəd kimliyinin gizli olmasıdır. Nəinki tam görünməz olması. Bu bir. İkinci də, axı, başqa hədislərdə var. Başqa hədislər var ki, o hədislərdə buyurulur, İmam Məhdi əleyhissalam görür, insanları tanıyır ki, Məsum buyurur, Biharul Ənvarda Əllamə Məclisi həmin hədisi qeyd edib. Yarən-nəs, Həzrəti Məhdi insanları görür və ya'rifuhum, onları tanıyır və yaravnehu, insanlar da onu görürlər. Amma və la ya'rifunehu, onu tanımırlar. Bu hədislərlə desək ki, tam görünməzdir, bu hədislərlə ziddiyyət yaranar. Uyğunluq yaramayacaq onda. Uyğunluq yaranmağı üçün biz izahında belə verməliyik ki, cisminin görünməməyindən məqsəd kimliyinin gizli qalmasıdır. Bəli,
bu cür səhih hədislər dedi ki, kimlik gizlidir də, və la ya'rifunahu. İnsanlar onu tanımırlar. Və hətta tam görünməz olduğunu desək, bu bəzi həqiqətlərlə ziddiyyət təşkil edir. Axı Həzrəti Məhdi əleyhissalamın salamatlığı üçün dua edirik. Düzdürmü? Fərəc duası var, digər dualar ki, təkid olunur ki, böyük qeybət dövründə Həzrəti İmam Məhdinin salamatlığı üçün dua eləsinlər. Əgər cismi tam görünməz olsaydı, onun salamatlığı üçün dua etməyə nə mənası vardı? Cismi ortada yoxdur da. Demək, cismi ortadadır ki, insanlar arasındadır ki, və biz də düşünürük ki, o cisim ortalıqda olduğuna görə ona zərər dəymə ehtimalı var, imkanı var. O səbəbdən salamatlığı üçün dua edirik. Bu əməllər də göstərir ki, Hz. İmam Məhdi əleyhissalamın yalnız kimliyi gizlidir. İmamı görməyin mümkün olmadığını deyən əsas dəlillərdən də biri, ki, o dəlilə də bəziləri söykəniblər, Həzrəti Muntəzərin axırıncı nümayəndəsinə Səməriyyə ünvanladığı məktubdur. Tovqi deyirlər də, tovqiat. İnşallah gələcək bəhslərdə bu barədə danışaraq. Ki, həmin məktub orada göstərilir ki, İmam Məhdi əleyhissalamı böyük qeybət dövründə görmək imkanı yoxdur. Necədir hadisə? Şeyx Saduq Həsən bin Əhməd vasitəsilə rəvayət edir həmin o hadisəni. Həsən bin Əhməd deyir ki, mən Mədinətüz Səlamda idim. O ilki Şeyx Əli bin Muhammed Səməri vəfat etmişdi. Hələ vəfat etməmişdən əvvəl, bir neçə gün əvvəl onun yanına getdim və o da insanlara bir məktub çıxardı. Həmin məktubu da mən köçürdüm. Məktub İmam Məhdi əleyhissalam tərəfindən Səməriyyə ünvanlanıb. Həzrət buyurur ki, Rəhman və Rəhim olan Allahın adıyla, ey Əli bin Muhammed Səməri, Allah-u Teala səninlə bağlı qardaşlarının əcrini böyük etsin. Bu ifadə artıq onun yaxın zamanlarda dünya ilə vidalaşmasına işarədir. Həzrət buyurur ki, sən 6 gün ərzində vəfat edəcəksən. İşlərini yoluna qoy və özündən sonra öz yerinə kimsəni təyin etmə. Diqqət eləyin, özündən sonra yerinə keçəcək birini təyin etməkinə. Yəni, sən axırıncı səfirsən. 4 xüsusi naibi var, 4-cüsü də elə Səməridir. 5-ci yoxdur. Niyə? Nə üçün özündən sonra yerinə kimsəni təyin etmə? Həzrət buyurur, çünki artıq ikinci qeyb dövrü, böyük qeyb dövrü başlayıb. Artıq Allahın izni olmadan heç bir zuhur olmayacaq. Nə vaxt zuhur olacaq? İnsanların qəlbi sərtləşəndən, uzun zaman keçəndən sonra və yeryüzü zülmlə dolandan sonra zuhur baş verəcək. Və buyurur ki, Həzrət, məhəlli şahid buradır. Mənim şiələrimdən bəziləri gələcəkdə mən imamı gördüm deyə iddia eləyəcək. Diqqət edin, kim Süfyanının çıxışından əvvəl, Süfyanı mənfi bir obrazdır, Dəccal kimi, inşallah barəsində danışarıq və böyük bir orduya başçılıq eləyər, Məkkə Mədinəyə hücumlar təşkil eləyər, qətliamlar törədər. Kim Süfyanının çıxışından əvvəl, Süfyanının çıxışı İmam Məhdi əleyhissalamın zuhur əlamətlərindən biridir.
Və bir də səmadan səsin gəlməsi də imamın zuhur əlamətlərindən biri sayılır. Və Həzrət buyurur ki, kim Süfyanının çıxışından və səmadan gələn səsdən əvvəl iddia etsə ki, mən imamı görmüşəm, Həzrət buyurur ki, o yalancıdır və iftiradır. Bu məktubun, o mətninin son hissəsidir. Və bu hissəyə söykənib deyiblər ki, da imam deyir də. İmam deyir ki, yəni böyük qeybət dövründə məni görmək mümkün deyil. Kim iddia etsə, o yalancıdır, iftiradır. Amma alimlərimiz buna da cavab veriblər. Deyiblər, burada adi görməkdən söhbət getmir. Həzrət-i Muntəzər adi görməyi inkar eləmir ki. Burada məqsəd İmam Məhdi əleyhissalamın ki adından iddia edir ki, o məni özünə səfir təyin edib. Bu görüşü inkar edir. Yəni özünü İmam Məhdi əleyhissalamın səfiri kimi göstərərək görüş iddiası edənlərdən gedir söhbət. Ki, mən imamı gördüm, o məni səfir təyin etdi. Bəli, belə bir şəxs olsa, Həzrət buyurur ki, o yalancıdır, iftiradır. Yoxsa adi görməyə işarə eləmir imamımız. Yaxşı, bunu hardan deyirik? Bu izahı gücləndirən iki əsas səbəb var. Birincisi, məktubun verildiyi şəraitdir. Hansı şəraitdə verilib məktub? O vaxt ki, böyük qeybət başlayır. İmam Məhdi əleyhissalam buyurmadı, özündən sonra yerinə keçəcək birini təyin etmə, çünki illəti budur. Çünki artıq böyük qeybət dövrü başlayıb. Demək, bu məktub böyük qeybət dövrünün başlanğıcında verilir Səməriyə, ünvanlanır. Bu bir qərinədir, əlamətdir. Və həmçinin xüsusi səfirliyin bitdiyi vaxtda ünvanlanır. Və əlavə olaraq da son səfirin vəfatı ərəfəsində ünvanlanır. 3 əlamət var. Böyük qeybət dövrünün başlanğıcında, son səfirin bitdiyi vaxtı, çünki imam deyir ki, özündən sonra yerinə keçəcək birini təyin etmə və ona ki, demişdi, 6 gün ərzində vəfat edəcəksən. Yəni, Səmərinin vəfatı ərəfəsində verilir bu məktub. Bu özü nəyə işarədir? Bu ona işarədir ki, imam ki, axırda deyir, məni kim gördüyünü iddia etsə, yalancı və iftiradır. Bu işarədir ki, o görməkdən məqsəd özünü səfir kimi təqdim edənlərdir. Özünü səfir nümayəndə kimi təqdim edib görüş iddiası eləyənlərdir. Onu imam inkar edir. Yoxsa adi görüşdən gedmir söhbət. O vaxta qədər səfirin təyinatı neçə yolla olurdu? 2 yolla. Bir, imamın özü təyin edir. İkinci də əvvəlki səfir vəsiyyət edir sonraki səfiri. Necə ki, İmam Məhdi də Səməriyə deyir ki, özündən sonra yerinə keçəcək birini təyin etmə, ona vəsiyyət etmə. Səfirlik 2 yolla təyin olunurdu və bu məktub da göstərir ki, ikinci qeyb başlayandan sonra imam artıq səfirliyin bitdiyini söyləyir. Artıq səfirlik yolunu bağlayır. Birincini bağladı. Özündən sonra heç kimi səfir təyin etmə. Həmçinin ikinci yolu da bağladı. O da hansıdır? Kim görüş iddia etsə ki, mən görüşdüm, imam məni səfir təyin etdi, o yalancıdır və muftirdir, iftiradır. Xülasə, burada məqsəd xüsusi nümayəndəliyin tam ləğv olunmasıdır. Bu bir səbəb ki, deyirik, adi görüşü imam inkar eləmir. İkinci də gücləndirici səbəb rəvayətlərdir. Ümumi
Rəvayətlər deyir ki, imamı görmək olar. Necə ki, əvvəl birini zikr elədi. Yaravnəhu, o insanları görür, tanıyır. Axı biz desək ki, məktubda deyilən adi görüşün inkarına işarədir. Bəs bu rəvayətlərlə ziddiyyət təşkil edəcək. Uyğunlaşdırmaq olmayacaq. Məhz buna görə alimlərimiz buyurur ki, məktubda deyilənlər o şəxslərə aiddir ki, onlar imamı gördüyünü iddia eləyirlər. Əlavə olaraq da imam tərəfindən səfir olaraq təyin olunduqlarını da iddia eləyirlər. Və həmçinin imamdan xəbər gətirdiklərini də söyləyirlər. Məktubda bu şəxslər barəsində deyilir ki, onlar yalancıdır. Çünki bir şəxs belə iddia eləsə, onun davranışı xüsusi səfirlərin davranışına bənzəyir. Hansı ki, 4-cü səfirdən sonra 5-ci səfir yoxdur. Artıq birinci məsələ ilə ikinci məsələ həllini tapdı. Qaldı üçüncü. Rəvayətlərə əsaslanaraq imamla görüşün mümkünlüyünü isbat etmək lazımdır. Rəvayətlərə görə İmam Məhdi əleyhissalamın qeybət dövründə nəinki görmək mümkündür. Hətta bəzi xüsusi insanlar üçün bu görüş baş verir. Var mümkün, bir də var vuqu. Bunlar üsul elmində terminlərdir. Mümkün, yəni ola da bilər, olmaya da bilər də, sadə dillə desək. Vuqu odur ki, artıq baş verdi. Rəvayətlərə əsaslanaraq İmam Məhdi əleyhissalamı görmək həm mümkündür, həm də bəzi rəvayətlər buyurur ki, nəinki mümkün, bəzi xüsusi insanlar üçün bu baş verir. Məsələn, nümunə olaraq İmam Sadiq əleyhissalamdan müvəssəq hədis var ki, Həzrəti İmam buyurur, Lil-qaim Accəlallahu fərəcəhu şərəm Qeybətən. İmam Məhdi əleyhissalamın iki qeybəti var. İhdəhumə qasirə vəl-uxra tavilə. Birinci qeybət qısadır ki, biz ona kiçik qeybət deyirik də. İkinci qeybət uzundur, böyük qeybət. Əl-qeybətul-ulə, birinci qeybətdə Həzrət buyurur ki, Lə ya'ləm biməkənihi fiyhə. O birinci qeybətdə, qısa qeybətdə onun məkanını, yerini bilməz. Ancaq xassa şiətü, xüsusi şiələri bilər. Onlar da həmin o 4 səfir nümayəndə. Onlar bilirdilər İmam Məhdi əleyhissalamın yerini. Amma vəl-uxra, böyük qeybət dövründə ki, bizim dövrümüzdə Lə ya'ləm biməkənihi fiyhə, onun yerini bilməz, illə xassə məvalihi, yalnız xüsusi yaxınları bilər. Xüsusi bir qrup dəstə var ki, onlar İmam Məhdi əleyhissalamın yaxınlarıdır. Onlar bilirlər ki, İmam Məhdi hardadır. Onlar İmam Məhdi əleyhissalamla görüşürlər. İmam Məhdi də onları tanıyır, onlar da İmam Məhdini tanıyırlar. Və bu xüsusi yaxınlar deyiləndə məqsəd, yəni imamın ən yaxın köməkçiləri, seçilmiş dostlarıdır. Hər bir məsumda belə olub. Hər bir məsumun xüsusi seçilmiş dostları olub. Məsələn, Mövla Əmirül-Müminin Əli əleyhissalamın Salman Muhammədi, Əbu Zər Qəffari, Miqdad. İmam Cəfər Sadiq əleyhissalamda Hişam bin Həkəm, Cabir bin Həyyan, Müfəzzəl və s. Nəinki imamlarımızda əvvəlki peyğəmbərlər, Həzrəti İsa əleyhissalamın seçilmiş dostları onun həvariləri idi. Həmçinin İmam Məhdi əleyhissalamın da böyük qeybət dövründə ən yaxın köməkçiləri və seçilmiş dostları var ki, onlar İmam Məhdi əleyhissalamla görüşürlər. Necə ki, İmam Sadiq də buna işarə edir. Hətta maraqlısı burasındadır ki, bəzi səhih hədislərdə o
seçilmiş dostların sayı da gösterilir. Mesela Şeyh Kuleyni Kafi kitabında İmam Sadık'dan sahih hadis rivayet eder. Ki İmam Sadık buyurur: La budda li sahibil emr min gıybetin. Bu emrin sahibi, yani Hazreti İmam Mehdi Aleyhisselam için gıybet olacak. Ta gelir sonda buyurur ki: وَمَا بِثَلَاسِينَ نَفَرْ مِنْ وَحْشَةٍ. Yani İmam Sadık Aleyhisselam bu ki bu qeyb dövründə onun için bir növ tənhalıq baş verəcək, tək qalması olacaq. Axırda da buyurur ki: وَمَا بِثَلَاسِينَ نَفَرْ مِنْ وَحْشَةٍ. Amma o 30 nəfərlə birlikdə olanda tənha olmaz. Həmin 30 nəfər əvvəlki hədisində xüsusi yaxınlardır. Seçilmiş dostlarıdır, ən yaxın köməkçiləridir. O 30 nəfərlə birlikdə olanda İmam Məhdi onları görür, onlar da İmam Məhdi görürlər, tanıyırlar bir-birini. Bax, onlar imamla görüşürlər. Bu hədislər göstərir ki, o 30 nəfər üçün görüş təhəqqüq tapır, həyata keçir. Və əlavə olaraq da 30 nəfər hər bir əsrdə var. Çünki deyək ki, günümüzdə bu dövrdə ki, xoş o 30 nəfər, hala ki, onlar imamla görüşürlər. Axı, ömürləri imam qədər uzun deyil, dünyaları dəyişəcəklər. O 30 nəfər gedəndən sonra başqa 30 nəfər yerinə keçir. Gələcəkdə o 30 nəfər də dünyası dəyişəndən sonra sonraki illərdə daha 30 nəfər keçəcək onun yerinə. Bu o deməkdir ki, hər bir dövrdə, hər bir əsrdə İmam Məhdi Əleyhisselamın görüşünə, o görüş şərafətinə nail olan 30 nəfər var. Ki, İmam onları tanıyır, onlar da bilirlər ki, qabağında Həzrəti Muntəzər Əleyhisselamdır. Əccalallahu fərəcəhu şərif. Amma ümumi möminlərə gəlincə, hansı ki 30 nəfərdən deyirlər, ümumi. Onlar da imamı görürlər ki, hədisləri dedi. İnşallah birini də zikr edərik. Amma imamı tanımırlar. Nə vaxt tanıya bilərlər? Əgər Allah-u Teala Həzrəti Məhdi Aleyhisselama icazə versə ki, özünü qarşındakilara tanıtdır, onda bəli, o möminlər onu tanıyacaqlar. Numani Qeybət kitabında İmam Sadiq Aleyhisselamdan belə bir rəvayət gətirir. Həzrət buyurur ki, Sahibu həzəl əmr, bu əmrin sahibi, yəni Həzrəti İmam Məhdi Aleyhisselam yətəraddədu beynəhum, insanlar arasındadır. Və yəmşi fi əsvaqihim, onların küçələrində, bazarlarında gəzir, dolaşır. Və yata'a fərəşəhum, insanların ayaq basdığı yerlərə Həzrət İmam Məhdi Aleyhisselam da ayaq basır. Amma nə baş verir? Və lə ya'rifunəhu, insanlar onu görürlər, tanımırlar. Nə vaxt tanıya bilər o mömin? O möminlər. Nə zaman? Həzrət buyurur, Hətta yəzənəllahu ləhu ən ya'rifəhum nəfsəhu. Əgər Allah-u Teala icazə versə İmam Məhdi Aleyhisselama ki, özünü tanıttırsın, onda deyəcək. Nə qədər ki, o icazə yoxdur, 30 nəfərdən olmayan möminlər görəcəklər, amma tanımayacaqlar. İndi rəvayət görməyin mümkünlüyünə işarə edir. Qaldı ki, onu tanıyıb tanımamaq, o Allah-u Teala'nın izninə bağlıdır. İcazə olsa İmam Məhdini tanıyacaqsan. İcazə olmasa tanımayacaqsan. Sadəcə görəcəksən. Hətta İmam Sadiq Aleyhisselam buyurur ki, Kəmə əznəli Yusuf hətta qalə ləhu ixvətihi. Necə ki, Həzrəti Yusuf'a icazə verildi, onda özünü qardaşlarına tanıtdırdı. Ki, qəziyyəsi bəllidir də sizə. Ki, ayə, Yusuf surəsi 90-cı ayə. Bismillahirrahmanirrahim. Qalu, əinnəkə ləəntə Yusuf. Qardaşları dedilər ki, həqiqətən sən Yusufsənmi?
İlahi icazə gələndən sonra Həzrət Yusuf buyurdu. Qalə ənə Yusuf. Mən Yusufəm. Necə ki, Yusuf Peyğəmbər ilahi izinlə, icazə ilə bəlli vaxtda özünü qardaşlarına tanıtdırdı, Həzrət İmam Məhdi əleyhissalama da izin verilsə, qarşısındakına özünü tanıtdırar və qarşısında olan mömin də bilər ki, qabağında olan sahibul əmir, vəliyyü əsir, Həzrət Müntəzər, Əccalallahu fərəcəhu şərifdir. Bəli, bu bəhsdən əsas iki nəticəyə vardıq. Birincisi, imamı görmək ümumiyyətlə mümkündür. Rəvayətlər bunu təsdiq edir. Bu bir. İkinci nəticə də hətta bəzi seçilmiş insanlar üçün bu görüş həqiqətən baş verir. Allah-u Teala bizləri Həzrəti Müntəzəri sevənlərdən, ona itaat edənlərdən, köməkçilərindən qərar versin.